Bu da zəng eləməyə baxır. Alo. Ha kardeşim. Ha kardeşim bilirəm, başa düşürəm, verməliyəm, almışam, yoxumdur, neyniyim, öldürəsən, yoxumdur da, verəcəm, demişəm verəcəm, demək verəcəm. Yox görün bugün neynirəm, verəcəm. Oldu kardeşim. Alo. Hə Basim. Şükür yaxşı ol, sən nə edirsən? Mən City Park Mall'da oturmuşam qardaşım. Hə, yaxşı qardaş. Gəl görək. Yaxındasan? Hə, gəl görək nə söhbət. Gəl. Kardeşim selamünaleyküm. Aleyküm salam. Necəsən? Necəsən? Ne var, ne yok? Kardeşim bir dənə iş tutur. Hə, nə işdir Basim? Bu problemimiz olmayacaq sonra. Bizim burada xeyrimiz nə olacaq ki? Bir dənə maşın var. Elim yanımıza satdığa çıxır. Yarı pulun kardeşini əldə edib, 7 cəmini çatmır. 7.000 çatmır. Bəs Basim xeyrimiz nə olacaq? Mənim burada nə xeyrim olacaq? Elə bil ki kardeşim, bu 7.000'i sen verirsen kardeşi var. Kardeşin yedi maşın ne kadardır? Klienti hazır, gözlüyor. 2 dəqiqəyə kardeşim onu satır. Gəlir, dədəm al kimi bölür. 100%. Əlin cibində qazanç da qardaş. Yəni Basim burada sonra problemimizə çıxmayacaq. Mənim üçün nəsə problem yaranmayacaq. Kardeşim başınla cevap deyir. Ha, heç bir şey qardaş. Problemimizə olmayacaqsa nə deyirəm Basim? Da sənə inanıram. Buyur. İnşallah. Heç bir şey de kardeş. Ben durum yavaş yavaş. Elden çıkmasın da çöreydi. Alalım bir. Yaxşı olasın. Ali, kartı var, tevazı pul altında yatan oğlandı. Kartı var.